Kebab bişirmək üçün yeni bir aksesuarımız da var. Çoxlarının YouTube'da rusların videolarında gördüyü həmin o Piolus aksesuarıdır. Bu aksesuarlar bizim mağazamızda 2 ölçüdədir. Bu böyük ölçüdür. Bu isə balaca ölçüdür. Balaca ölçü 44-dən 54-ə qədər olan təndir ağızlarında istifadə oluna bilər. Yəni sizdə təndirin ağzı böyük balaca olarsa, 44-50 sm qədər olarsa, yəni balaca böyük olaraq yanlardan kəsilə bilər. Burada isə olan böyük Piolusdur. Böyük Piolus isə 55-dən 65-ə qədər olan ağız hissəsi, 55-dən 65-ə qədər olan təndirlərdə istifadə oluna bilər. Bu Piolusun şişləri də bizim mağazamızda satışdadır. Yəni bu aksesuarlar ayrı-ayrılıqda satılır. Yəni kim istəsə təkcə Piolusu ala bilər. Şiş almaq istəyənlər də yenə mağazamızdan bu şişləri də əldə edə bilərlər. Şişlər də bu formada, bu gördüyünüz sizə keçir bura. Bir saniyə. Bu formada çıxartmaq istədiyiniz vaxtı da yenə bu tutacaq hissədən çıxardıb kebabları süfrəyə qoya bilərsiniz. Bu aksesuarlar sarayda yerləşən o davamlı materiallar mağazasında satılır. Məhsullara gəlib yerində də baxa bilərsiniz. İşlə bağlı, məsafə ilə bağlı gəlməkdə çətinlik çəkən müştərilərimiz də WhatsApp-a yazıb öz sifarişlərini verə bilər. Bu cür xırda həcmli, həmçinin Piolus aksesuarı olsun, şişlər olsun. Bu cür xırda həcmli yükləri kargo vasitəsilə Bakının müxtəlif yerlərinə, həmçinin əksər rayonlara çox ucuz qiymətə də kargo vasitəsilə çatdırım edə bilirik.